Salam, dəyərli müəllimlər, hər vaxtınız xeyirli uğurlu olsun. Müəllimlər, bu gün sizlə miniatür sənətindən danışacağıq. Sizlərdən daha çox tələb gəldi ki, miniatür və miniatürçü rəssamların fərqlərini izah edin. Bu gün biz Soltan Məhəmməd yaradıcılığı, Sadıq bəy Əfşar, Müzəffər Əli bunların yaradıcılığından ən çox danışacağıq. Müəllimlər, miniatür nədir? Miniatür ümumiyyətlə latın sözündən götürülmüşdür. Minimum qırmızı rəng deməkdir. Kiçik ölçülü rəsmlərə deyilir. Adətən orta əsrlərdə əlyazma kitablarında birinci hərfi, yəni baş hərfini fərqləndirmək zərurətindən yaranmışdır. Sulu boya vasitəsilə burada baş hərfi qırmızı rənglə fərqləndirərdilər. Miniatür sənəti digər adı saray sənəti də adlandırılır. Nəyə görə saray sənəti? Çünki kitabların orta əsrlərdə kitabların miniatürlarla bəzədilməsi əsasən padşah və şəhzadələrin sifarişi ilə olardı. Və orta əsrdə şərq əlyazmalarını bəzəyən təsvirlərdir miniatür. Qrafika və rəngkarlığın uğurlu sintezindən yaranmış bir üslubdur. Miniatürdə bəzi müəllimlərimiz var ki, miniatür illüstrasiya ilə səhv salır. Bunların da fərqini izah edəcəm. Miniatür müəllimlər 3 yerə bölünür. Kitab miniatürü, portret miniatürü və cilalı miniatürü. İlk kitab illüstrasiyaları Misirdə yaranmışdır. Amma cilalı miniatürün vətəni isə miladdan əvvəl 2-ci əsr hesab olunur. Avropada isə cilalı miniatür 15-ci əsrdə məşhurlaşmışdır. Sonra Fransa və İngiltərə bu sahədə 17 və 18-ci əsrdə istehsala başlamışdır. Müəllimlər, miniatüra xas xüsusiyyətlər nələrdir? Naxışların kompozisiya zənginliyi, lirik mənzərələr, incə xətt və formaların ritmi, kolorit ahəngdarlığı və obrazların dekorativliyi. Bu xüsusiyyətləri mütləq şəkildə əzbər yadımızda saxlamalıyıq. Çünki artinin təqdim olunmuş sual modellərində də biz gördük ki, bu xüsusiyyətləri bizdən soruşurdu. Müəllimlər, miniatürçü rəssamlar dedik, Sadıq bəy Əfşar, Soltan Məhəmməd, Müzəffər Əli. Biz Sadıq bəy Soltan Məhəmmədlə ilk öncə tanış olaq. Soltan Məhəmmədin yaradıcılığı 15-16-cı əsrləri əhatə edir. 15-16-cı əsrlərdə orta əsrin mədəniyyət mərkəzi olan Təbriz şəhərində yaşayıb yaradan miniatürçü rəssamımız olmuşdur. Daha çox yaradıcılıq dövrü onun 16-cı əsrin 20-30-cu illərini əhatə edir və müəllimlər Soltan Məhəmmədin yaradıcılığının səciyyəvi cəhəti nədir deyə soruşsa, bu zaman kompozisiya dinamikliyi, koloritin dekorativliyi, incə harmoniyası bu xüsusiyyətləri ilə fərqlənərdi onun əsərləri. Adətən bunlar miniatüra xas xüsusiyyətlərlə oxşardır. Necə yadda saxlayırıq? Əgər kompozisiya dinamikliyi varsa Soltan Məhəmməd, miniatüra xas xüsusiyyətdə isə kompozisiya zənginliyi var idi. Sonra var idi deməli dedik koloritin dekorativliyi, amma ki koloritin ahəngdarlığı miniatürün özünə xas xüsusiyyəti idi. Koloritin dekorativliyi Soltan Məhəmməd, koloritin ahəngdarlığı isə miniatürün özünə xas. Sonra incə harmoniya. Soltan Məhəmməddə incə harmoniya. İncə xətt və formaların ritmi isə miniatürün özünə xas xüsusiyyəti idi. Müəllimlər, Soltan Məhəmməd bu Şah kitabxanasında baş rəssam olmuşdur. Əgər sual düşsə ki, Şah kitabxanasında baş rəssam olan sənətkar kimdir? Soltan Məhəmməd. Əgər sual düşsə ki, Şah kitabxanasında rəisi vəzifəsinə yüksələn sənətkar kimdir? Mütləq Sadıq Dadaşov yadımıza düşür. Həmçinin bu kitabxanaya rəhbərlik edən şəxslər Kəmaləddin Behzad və Soltan Məhəmməd olmuşdur. Soltan Məhəmməd bir çox sənətkarların əsərlərinin tərtibatında iştirak etmişdir. Məsələn, bunlardan xüsusən Firdovsinin Şəhnamə əsərində, Nizami Gəncəvinin Xəmsə əsərində, Nəvainin Divan əlyazmasında və şair Hafizin deməli divan əlyazması bunların tərtibatında iştirak etmişdir və ən çox tərtibat işləri Firdovsinin Şəhnamə əsərində olmuşdur. Bu əlyazma 742 səhifədən ibarətdir və Soltan Məhəmməd bura 258 böyük miniatür çəkmişdir. 258 miniatür. Əgər sual düşsə ki, Soltan Məhəmmədin ilk əsərlərinə sayılan əsəri hansıdır? Şəhnamə əsərinə çəkdiyi Yatmış Rüstəm deyəcəyik. Yəni, ən böyük tərtibat işləri gedən Şəhnamə əsərindəki Yatmış Rüstəm onun ilk əsərlərindən sayılır. Əgər sual düşsə ki,
bu əlyazmada Şəhnamə əsərindəki ən məşhur illüstrasiyası hansı miniatür idi? Onda mütləq Keymurazın Saray əhli deyə yadda saxlayırıq. Müəllimlər, ümumiyyətlə onun portretləri də vardı. Sultan Məhəmmədin ən məşhur portreti Mütaliə edən Şəhzadə olmuşdur. Mütaliə edən Şəhzadə. Bilirik ki, Sultan Məhəmməd miniatürlərlə yanaşı ayrıca vərəqə üzərində portretlər də yaradırdı və ən məşhuru da Mütaliə edən Şəhzadə idi və Rusiya Milli Kitabxanasında da hazırda bu əsərlər saxlanılmaqdadır. Və Sultan Məhəmməd Nizami Gəncəvinin Xəmsə, Nəvainin divan əlyazmasında da tərtibatlarında iştirak etmişdir və bu iki əlyazmalar Nyu-Yorkda Metropoliten Muzeyində, bir də Fransanın Milli Kitabxanasında saxlanılmaqdadır. Amma onun Mütaliə edən Şəhzadə əsəri Rusiya Milli Kitabxanasında sərgilənməkdədir. Və bunlarla yanaşı Məhəmməd Peyğəmbərin Miracı, dedik ki, Murazın Saray əhli və bir çox əsərləri olmuşdur. Və Sultan Məhəmmədin bir dənə də əsəri 7-ci sinifdədir və 7-ci sinifdə Sultan Məhəmmədin bir dənə miniatürü, bu da Təhmuras divlərə qalib gəlir. Bu miniatürə Sultan Məhəmməd yaradıcılığında. İndi isə müəllimlər keçirik Sadıq bəy Əfşar yaradıcılığına. Sadıq bəy Əfşar 16 və 17-ci əsrlərdə yaşayıb yaradan sənətkar olmuşdur. Biz dedik ki, Sultan Məhəmməd 15-16-cı əsrlərdə yaşayıb yaradan olmuşdur. 16-17-ci əsrlərdən söhbət gedirsə, mütləq Sadıq bəy Əfşar yadımıza düşür. Və bu da Təbriz Miniatür Məktəbinin inkişafında öz yaradıcılığı ilə əhəmiyyətli rol tutan miniatürçü rəssamlarımızdandır və onun əsərlərinin xüsusiyyəti nədir deyə düşsə, Sultan Sadıq bəy Əfşarın əsərləri kompozisiyadakı təsvir və dekorativ bütövlüyə, mənzərə və hadisələrin cərəyan məkanı kimi göstərilməsinə, rəng çalarlarının zərifliyinə görə fərqlənirdi. Mənzərə və hadisə, cərəyan sözü eşidən kimi mütləq şəkildə yadımıza düşür bizim Sadıq bəy Əfşar. Müəllimlər, Sadıq bəy Əfşarın adətən adı gələndə hamımız perspektiv qaydalardan miniatürdə istifadə etməsi yadımıza düşür, amma mütləq şəkildə onun yaradıcılıq xüsusiyyəti ayrıca yadımızda saxlanılmalıdır. Çünki mənzərə və hadisələrin cərəyan məkanı kimi göstərilməsi rəng çalarlarının da zərifliyinə görə fərqlənirdi onun əsərləri. Sadıq bəy Əfşarın biz əsərləri ilə tanış olduq. Məsələn, Timurğun Körpəzalı Qafdağına aparması, sonra Şəhnamə əsərindən səhifə və bir çox əsərləri vardı. Həmçinin daha çox realist üslubda portretlər də yaradırdı və Artenin ayın 3-də təşkil etdiyi sınaqda da xüsusən realist üslubu ilə portret çəkən miniatürçü rəssamı soruşmuşdu. Bu da ki, Sadıq bəy Əfşardır. İmamqulu xan, Teymur xan Türkmən, Əmir, Səyahət edən Dərviş və bu kimi portret miniatürlərinin müəllifi olmuşdur. Amma biz bundan öncə tanış olduq ki, Sultan Məhəmməddə var idi, Mütaliə edən Şəhzadə ən məşhur idi. Sonra Yatmış Rüstəmlə də tanış olduq və müəllimlər, Sadıq bəy Əfşarın müəllimi Müzəffər Əli olmuşdur. Müzəffər Əlinin yanında 8 il müddətində sənətin sirlərinə yiyələnmişdir və Sadıq bəy Əfşar Şah İsmayıl Xətai tərəfindən təməli qoyulan kitabxananın rəisi vəzifəsinə yüksəlmişdi. Dedik ki, kitabxanada baş rəssam oldu Sultan Məhəmməd, amma rəisi vəzifəsində isə oldu Sadıq bəy Əfşar və bu Sadıq bəy özünü Sadiq Kitabdar, yəni Sadiq Qoruyucu da adlandırırdı. İncəsənət Akademiyası adlanan kitabxanada müxtəlif illərdə Şərqin ən görkəmli miniatürçü rəssamları bayaq vurğuladım ki, Sultan Məhəmməd və Kəmaləddin Behzad da bura rəhbərlik etmişdir. Sadıq bəy Əfşar Azərbaycan miniatür sənəti tarixində realist üslubundan seçilən portretçi rəssam kimi də tanınır və bunlarla müəllimlər növbəti bizim miniatürçü rəssam Müzəffər Əlidir. Müzəffər Əli yaradıcılığı 16-cı əsri əhatə edir. Müzəffər Əli dedik ki, Sadıq bəy Əfşarın müəllimi olmuşdur, amma Müzəffər Əlinin öz müəllimi isə Kəmaləddin Behzad olmuşdur.
və 16-cı əsrdə yaşayıb yaratdığı Təbriz Miniatür Məktəbinin formalaşmasında mühüm xidmətləri olmuşdur Müzəffər Əlinin də. Müzəffər Əlinin də bir çox dəyərli əsərləri mövcuddur və Müzəffər Əli İranda anadan olmuşdur, Qəzvin şəhərində xüsusilə. Behzadın emalatxanasında sənətə yiyələnmişdir. Üslub texnikası mütləq şəkildə yadda saxlayır. Ornament ustası, rəngkar, xəttat və qrafik. Ornament ustası, xəttat, rəngkar və qrafik mütləq şəkildə yadda saxlayırıq. Üslub texnikalar da imtahanda bizim yəni qarşımıza çıxacaq. Müəllimlər, burada ornament ustası deyirik ki, ornament ustası. Biz ornament ustası hansı sinifdə tanıdıq? 4-cü sinifdə Usta Qəmbər Qarabağı yaradıcılığında tanıdıq ki, o ornament ustası idi. Usta Qəmbər Qarabağı. Amma ki, xəttat sözü ilə rastlaşırıq Müzəffər Əli yaradıcılığında. Xəttat başqa kiminlə qarşılaşdıq? 4-cü sinif kitabında Mir Mövsüm Nəvvab xəttat idi. Bildik ki, musiqicünas, xəttat bu kimi sənətkar kimi tanınırdı. Rəngkar və qrafik. Müzəffər Əlidə rəngkar, qrafik bunlar. Yadda saxlayırıq. Əsərlərinin mövzusu da adətən mənzərə üslubunda da, məişət janrında da, portret janrında da miniatürlər yaratmışdır və Müzəffər Əlinin adı gəldimi mütləq şəkildə məişət janrı yadımıza düşür. Yəni məişət janrı orta əsrlərdə miniatür sənətində öz çiçəklənmə dövrünü yaşamışdır. Yəni orta əsr rəssamlarının sual düşsə ki, orta əsr miniatürçü rəssamların ən böyük nailiyyətlərindən biri nə olmuşdur? Miniatür sənətinin, yəni insanların gündəlik həyatının miniatura daxil edilməsi olmuşdur. Və Müzəffər Əli müəllimlər onun çəkdiyi əsərlərdə məişət janrında, xüsusən məişət janrında çəkdiyi əsərlərdə insanlar ənənəvi geyimlərdə təsvir olunardı və o şahın bütün sifarişlərinin yerinə yetirilməsində Azərbaycan şairi, məsələn, Nizaminin məşhur Xəmsə, Fars şairi Firdovsinin Şahnamə əsərinin tərtibatlarında da iştirak etmişdir mütləq şəkildə. Yadda saxlayırsınız, Firdovsinin və Nizaminin əsərini tərtibatında iştirak etmişdir. Və müəllimlər, belə bir açar söz də verim ki, yəni bunu biləsiniz ki, baxın, görürsünüz şəkildə bu bir miniatürdır və Müzəffər Əlinin miniatürüdür. Yusif Quyudan çıxır miniatürü görürsünüz və 7 müqəddəs məscididir. 16-cı əsrə aid bir miniatürdır. Necə tanıyaq? Önümüzə əgər Müzəffər Əlidən bir miniatürün şəkli düşdümü, bunu bu xüsusiyyətlə tanıyırıq ki, ətrafında görürsünüz sanki bir çərçivə var. Amma ki, nə Sadıq bəy Əfşarda, nə də Sultan Məhəmməddə miniatürün ətrafında çərçivə görünmür. Burada sanki əsəri çərçivəyə salınmışdır və bunu Yusif Quyudan çıxır miniatürüdür. Bununla yanaşı müəllimlər, sonra baxaq, biz suallarımıza baxaq. Kim sualları əldə etmək istəsə mənimlə əlaqə saxlasın. 050 595 45 95 əlaqə nömrəmdir və bunlarla yanaşı ödənişli dərslərdə iştirak etmək, əgər sınaqlarımda iştirak etmək istəyirsinizsə, bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Birinci sualda bizə nə deyir? Deyir, 16-cı əsrə aid olan Leyli və Məcnun poemasına çəkilmiş miniatürün müəllifi kimdir? Bilirik ki, Leyli və Məcnun poemasına şəkilli əsər, xüsusən şəkilli əsərdən söhbət gedirsə, bu Müzəffər Əli. Deməli, birinci sualda B variantı. İkinci suala baxırıq. Deyir ki, 15-16-cı əsrdə orta əsrin mədəniyyət mərkəzi olan Təbriz şəhərində yaşayıb yaradan miniatürçü rəssam kiminlə tanış olduq? Sultan Məhəmməd ilə tanış olduq. 15-ci əsrdə yaşayıb yaradan sənətkar olmuşdur. Üçüncü sualımıza baxırıq. Deyir, 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində Təbriz Miniatür Məktəbinin inkişafında yaradıcılığa əhəmiyyətli rol oynamışdır. Kimdir? Bu 16 əgər Təbriz Miniatür Məktəbinin formalaşmasında bu rəssamların hamısının mühüm xidmətləri olmuşdur. Amma söhbət 16-17-ci əsrdən gedərsə, mütləq şəkildə Sadıq bəy Əfşar, Müzəffər Əlinin şagirdi Sadıq bəy Əfşar. Dördüncüyə baxırıq müəllimlər, bu görürük ki, gözəl bir miniatür portret üslubunda işlənmişdir. Şəhzadənin güllərlə portreti. Bu, əlbəttə ki, Müzəffər Əlinindir və İncəsənət Muzeyində Bostonda saxlanılır. Növbəti 5-ci sualımıza baxırıq. Deyir, şəkildə verilmiş miniatür Müzəffər Əlinin hansı miniatürüdür? Yusif Quyudan çıxır. Deməli, Yusif Quyudan çıxır. A variantı. Suallar özümə məxsusdur.
6-cı suala baxırıq. Deyir ki, Sadiq bəy Əfşarın əsərləri hansı xüsusiyyətinə görə fərqlənirdi? Necə və biz həmişə Sadiq bəy Əfşarın adı gələn kimi yadımıza dedik ki, perspektiv düşmür. Bəli, perspektiv qaydaları bayaq heç vurğulamadım. Mütləq yadda saxlayırsınız ki, perspektiv qaydalarından əsərlərində məharətlə istifadə edən sənətkar olmuşdur. Yəni ki, yenilik edərək öz əsərlərində perspektiv qanunları riayət edirdi. Burada onun yaradıcılığında, yəni o xüsusiyyətləndirən daha çox onun adı gəldimi, bu xüsusiyyətlər yada düşür. 6-cı sualımıza baxırıq. Sadiq bəy Əfşarın əsərləri hansı xüsusiyyətinə görə seçilir? Bayaq da vurğuladıq. A variantında deyir ki, kompozisiya baxımından çox təbii və axıcıdır. İnsanlar, heyvanlar və təbiət elementləri harmoniya içində bir araya gətirildiyinə görə. Xeyr, bayaq da vurğuladım, daha çox danışıb vaxtınızı almayım. B variantı da deyir ki, kompozisiyadakı təsvir və dekorativ bütövlüyə, mənzərə və hadisələrin cərəyan məkanı kimi göstərilməsinə və zərifliyinə görə fərqlənir. Budur. Deməli, B variantı düzgün cavab. 7-ci sualımızda deyir ki, Sultan Məhəmmədin əsəri hansı xüsusiyyətinə görə fərqlənir? Baxın, burada A variantında deyir ki, real və canlı işıq, gölgə və rəng münasibəti. Xeyr, Bəhruz Gəngərlidə biz bu sözlər, amma Bəhruz miniatürçü rəssam deyildi. Bəhruz ilk ali təhsilli rəssam idi. Deməli, B variantında kompozisiya dinamikliyi, koloritin dekorativliyi, incə harmoniyası bu xüsusiyyətlər vurğulanır. Deməli, müəllimlər, cavab B variantıdır. Sonra 8-ci sualda deyir ki, bu rəssam Azərbaycan miniatür sənəti tarixində realist üslubunla seçilən portret ustası, əsərlərində perspektiv qanunu tətbiq edən yeniçi rəssam kim idi? Sadiq bəy Əfşar. 9-cu sualda deyir, Gənc Şəhzadənin Güllərlə portreti əsərinin hansı muzeydə olduğu soruşulur. Bu da İncəsənət Muzeyi Bostonda. Deməli, İncəsənət Muzeyi Boston. A variantı düzgün cavab. 10-cu suala baxırıq. Deyir, Sadiq bəy Əfşarın Şəhnamə əsərindən səhifə. Sadiq bəy Əfşarın Şəhnamə əsərindən səhifə əsəri bu hansı muzeydə saxlanılır? Və bunun əsəri də A variantında deyir Louvre, Fransa, B variantında isə deyir Ermitaj, Rusiya, sonra C variantında Cleveland Təsviri Sənət Muzeyi, Amerika. Deməli, düzgün cavab C variantıdır. İndi 11-ci sualımıza baxırıq. Orta əsr rəssamlarının ən mühüm nailiyyətlərindən biri nə olmuşdur? Miniatür sənətində insanların gündəlik həyatının təsvir edilməsi olmuşdur. Burada məsələ B variantında deyir perspektiv qanunundan istifadə. Xeyr, bu nailiyyət olmamışdır. Bu Sadiq bəy Əfşarın yaradıcılığı idi və yəni A variantı miniatürdə gündəlik insanların həyatı təsvir edilməsi ən mühüm nailiyyətlərindən olmuşdur orta əsr rəssamlarının. Sonra müəllimlər deyir, mütaliə edən Şəhzadə əsərinin müəllifi kimdir? Cavab D variantı, Sultan Məhəmməd. 13-cü sualımızda deyir, latınca minimum qırmızı rəng deməkdir. Kiçik ölçülü rəsmlərə deyilir. Orta əsrlərdə kitablarda birinci sətri və baş hərfi fərqləndirmək zərurətindən yaranmışdır. Burada A variantı deyir illüstrasiya, B variantında isə miniatürdir. İllüstrasiya bilir ki, ola bilməz. Çünki illüstrasiya müəllimlər ümumiyyətlə illüstrasiya ilə miniatürü qarışıq salan müəllimlər də var. Miniatür kiçik ölçülü olur, çox incə işlənir. Əsasən əlyazma kitablarını bəzəmək üçün çəkilmiş rəsmdir və miniatür dekorativ və kiçik ölçülü bir rəsmdir. Amma illüstrasiyanın tərifində də deyir ki, mətnin rəsm vasitəsilə ifadəsi, yəni hər hansı bir mətnə izah verən, onu canlandıran rəsm deməkdir. Əsasən mətnin məzmununu izah, tamamlayan, yəni kitab, nağıl, dərslik, jurnallarda istifadə olunur illüstrasiya. Sonra C variantında deyir kalliqrafiya, gözəl ifadəli, yəni yazı sənəti, xatəmkarlıq, xeyr bu da deyil. 14-cü variantda deyir Sultan Məhəmmədin ilk əsərlərinə sayılan, bayaq biz dedik, deməli ilk əsərlərindən Firdovsinin Şəhnamə əsərinə çəkdik, yatmış Rüstəm. 15-ci sualda deyir Sultan Məhəmmədin hansı miniatüründə sadə insanların və sarayanların həyat tərzi təsvir edilmişdir? Biz bayaq dedik ki, müəllimlər, burada A variantında deyir ki, şair Hafizin divan əlyazmasına miniatürdə elə bu sadə insanların və sarayanların həyat tərzi təsvir edilmişdir. Cavab A variantı.
16-cı sual deyir Sultan Məhəmmədin ən məşhur portreti. Əlbəttə ki, Mütaliə edən Şəhzadə. Dedik ki, bu da Rusiya Milli Kitabxanasında saxlanılır. 18-ci sual deyir Behzadın emalatxanasında sənətə yiyələnmiş rəssam. Deməli, Müzəffər Əli. Amma Müzəffər Əlinin özü də Sadiq bəy Əfşarın müəllimi olmuşdur. Müzəffər Əlinin variantlarda deyir üslub texnikasını müəyyən edin. Varianta baxırıq. A variantında deyir litoqrafiya, rəngkarlıq qrafika. Xeyr, bu ola bilməz. Çünki Rasim Babayevin üslub texnikasıdır. B variantında ornament ustası, xəttat, rəngkar və qrafik. Bəli, deməli ornament ustası, xəttat, rəngkar və qrafik. Bu Müzəffər Əlinin üslub texnikasıdır. Amma biz C variantına da baxırıq. Deməli C variantında deyir ki, barokko, realizm, rəngkarlıq bu Karavodcunun üslub texnikası. Sonra realizm, rəngkarlıq Ofort, bu da Rembrandtın üslub texnikasıdır. Y variantındakı da heç kimin üslub texnikası deyil. Burada elə bu iki varianta düz cavab vermişəm. Bəli, elə bunun Y variantı və B variantı sualda burada texniki səhvlik var. İkisi də Müzəffər Əlinin üslub texnikasıdır. 20-ci sualda deyir ki, Müzəffər Əlinin əsərlərinin mövzusunu müəyyən edin. Deməli, Müzəffər Əlinin dedik ki, üslub texnikasına ayrıyadır da ən çox düşəndə üslub texnika düşür. Amma əsərlərin mövzusu da həm portret, həm mənzərə, həm məişət janrında əsərlər yaratmışdır Müzəffər Əli. 21-də deyir Sadiq bəy Əfşarın aşağıda verilmiş Simurqun körpə zalı Qafdağına aparması miniatürü. Bunu soruşur ki, bu hansı muzeydədir? Deməli, muzeyi soruşur, bir dəqiqə. Bəli, muzeyi soruşur. Deməli, bu Simurqun körpə zalı Qafdağına aparması isə burada Dublin Chester Bitli kitabxanasında saxlanılır. Bunu İrlandiyada saxlanılır. Mütləq yadda saxlayaq. Deməli, bayaq soruşdu Şahnamə əsərindən səhifə. Bu Cleveland Təsviri Sənət Muzeyində. Bu isə Dublin Chester. Yəni açar söz budur. 22-cidə Keymurazın Saray Əhli miniatürünün müəllifi əlbəttə ki, Sultan Məhəmməd. 23-də deyir dahi şair Nizami Gəncəvinin Xəmsə. Nəvainin divan əlyazmasına miniatürlər kim tərəfindən çəkilmişdir? Və burada baxırıq müəllimlər cavab deməli Sultan Məhəmməd həmin bu əsərlərdə Metropoliten Muzeyi Fransa Milli Kitabxanasında da sərgilənməkdədir. 24-cü sualda deyir o tanınmış miniatür ustadı Müzəffər Əlinin yanında 8 il sənətin sirlərinə yiyələnmişdir və bir çox heyrandedici portretlər yaratmışdır. Sadıq bəy Əfşar. 25-ci suala baxırıq. Deyir Yusif quyudan çıxır. Gənc şəhzadənin güllərlə portreti, Leyli Məcnun poemasına çəkilmiş miniatürlər, 40 sütun sarayının divar rəsmləri əlbəttə ki, Müzəffər Əlinin əsərləridir. 26-cı sualda deyir ki, aşağıdakı şəkillərə əsasən uyğunluğu müəyyən edin. Burada görürük ki, Sultan Məhəmmədin əsərləridir. Məsələn, Yatmış Rüstəm. Deməli, ilk əsərlərindən dedik ki, ilk əsərlərindən Sultan Məhəmmədin Yatmış Rüstəm Şəhnaməyə çəkmişdir. Və bu əsərdə Yatmış Rüstəmdir. Görürsünüz burada, yəni bunu yadda saxlayaq. Sonra ikinci əsərə baxırıq, sanki üzü nurlanmış. Üçüncü əsərdir bu. Üzü nurlanmış. Bu əlbəttə ki, Məhəmməd Peyğəmbərin miracıdır. Burada isə gözəl, rəngarəng, daha açıq tonlarda bir əsər Keymurazın Saray Əhli idi. Şəhnamə əsərindəki ən məşhur illüstrasiyası idi Sultan Məhəmmədin. Və burada 27-ci sualda deyir, Şah İsmail Xətai tərəfindən təməli qoyulan kitabxananın rəisi vəzifəsinə yüksələn rəssam əlbəttə ki, Sadıq bəy Əfşar. Amma baş rəssam, dönə-dönə vurğulayıram, Sultan Məhəmməd. Deyir ki, 28-də bu rəssamın məişət janrında çəkdiyi təsvirlərdə insanlar ənənəvi geyimlərdə, əlbəttə ki, Müzəffər Əli. 29-da deyir o, dahi şair Nizaminin məşhur Xəmsə və Fars şairi Firdovsinin Şahnamə əsərində tərtibatında iştirak etmişdir. Əlbəttə ki, Müzəffər Əli cavab C variantıdır. Yəni bu o demək deyil ki, bu sualın konkret cavabı bəli, bu rəssamdır. Yəni bu rəssam deməli Müzəffər Əlidir. Amma bu o demək deyil ki, digər rəssamlar o tərtibatlarda iştirak etməyib. Əlbəttə ki, onlar da, yəni Sultan Məhəmməd də onların tərtibatında iştirak etmişdir. Sonra deməli burada müəllimlər 30-cu sualda deyir o özünü Sadiqi kitablar, Sadiqi qoruyucu, bu da Sadıq bəy Əfşar cavab B variantı. 31-ci sualda deyir Şah İsmail Xətai tərəfindən təməli qoyulan kitabxananın adı İncəsənət Akademiyası, cavab C variantı.
32-ci sualda deyir Şah İsmayıl Xətai tərəfindən təməli qoyulan İncəsənət Akademiyasına hansı miniatürçü rəssamlar rəhbərlik etmişdir? Kəmaləddin Behzad və Sultan Məhəmməd ikisi rəhbərlik etmişdir. 3-cü sualda deyir ki, Müqəddəs Georgi əjdahanı öldürür. Miniatürün deməli şəklini verməmişəm. Bu miniatürün müəllifi kimdir? Paolo Uccello. Yadda saxlayırıq. Burada isə bizə deyir ki, şəkildəki əsərin deməli adını və müəllifini qeyd edin. Burada Sadıq bəy Əfşarın Simurqun Körpə zalı Qafdağına aparması, hansı ki Dublin-Chester Bitli kitabxana İrlandiyada saxlanılan əsər. Və müəllimlər burada 35-ci sualımıza baxırıq. 35-ci sualda deyir ki, Sadıq bəy Əfşar tərəfindən yaradılmış İmamqulu xan, Teymur xan Türkmən bu kimi, yəni səyahət edən dərvişdir, əmirdir, Teymur xan Türkməndir. Bu əsərlər harada saxlanılır? Onun portretləri unutmursunuz. Deməli, İstanbulda, Parisdə, Bostonda və Sankt-Peterburq muzeylərində saxlanılır. Müəllimlər, təşəkkür edirəm. Yəni, əlaqə nömrəmdə dedim 050 595 45 95. Hər hansı bir sual sizə qaranlıq gələrsə, hər hansı bir mövzunun izahını ətraflı şəkildə izah etməyimi istəyərsinizsə, yəni nömrəmlə əlaqə saxlaya bilərsiniz. Müəllimlər, bir də kanala abunə olaq, videolarda bəyənib yorum yazmağı da unutmayaq. Fikirləriniz mənim üçün əhəmiyyətlidir və daha çox videolardan xəbərdar olmaq istəyirsinizsə abunə olarsınız. Təşəkkür edirəm, çox sağ olun.